Məni izləyən hər kəsi salamlayıram. Bu dəfə dietik pankeklər hazırlayacağam. Şəkərsiz, unsuz hazırladığım yumşaq pankekləri əminəm ki, siz də bəyənəcəksiniz. İndi isə hazırlama qaydasına keçək. 2 ədəd banan, dəymiş olması vacibdir ki, şirinliyi çox, əzilməsi isə asan olsun. Beləliklə bananları yaxşıca əzib, üzərinə 2 ədəd yumurta, 1 çimdik duz, 1 paket vanil əlavə edib qarışdırdıqdan sonra 250 qram dietik kəsmiyi də kütləyə əlavə edib komponentləri tam qarışdırıb, ardınca 30-40 qram otaq temperaturunda yumşalmış kərə yağı, təqribi 100 qram qoz və badamı blenderdan keçirib xırdalanmış vəziyyətdə 3 xörək qaşığı yulafı, qabartma tozu və 1 xörək qaşığı doşabı da əlavə edib kütləmizi hazır hala gələnədək tam qarışdırırıq. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15-20 dəqiqəyə hazır olur. Onu da qeyd edim ki, tavada qapağı bağlı şəkildə də bişirmək mümkündür. Dadı çox gözəldir. Tövsiyə edərdim ki, mütləq hazırlayıb siz də dadasınız. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarımda da dietik qidaların hazırlanmasını sizlərlə paylaşacağım. Kanalıma dəstək olaraq abunə olmağı unutmayın.